Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. El-Feslü Samin el-Emru bil-Emri bi-fiilin emrun bizalikel fiil. Biz keçən bəhsdə Fəsli Saminin xülasəsini dedik və dedik ki, əgər Molla başqa birinə əmr edə ki, sən əmr elə filan işə. Aya bu əmr həqiqətdə həmin feillə əmr hesab olunur, yoxsa yox? Səmərəsinə də işarə elədik. Mən inşallah bugünkü dərsimizdə bunu tətbiq edirəm. Sonra axırın əvamir bəhsində, daha doğrusu məqsədi əvvəldə inşallah bəhsimiz tamamlanır. İza əmrəl Mövla fərdən liyəmrə fərdən axərə bi feilin. Əgər Mövla başqa bir fərdə, başqa bir şəxsə əmr edə ki, sən əmr elə filan işə. Fəhəlil əmru sadiru minəl Mövla əmrun bezalikəl feylə izən əvla. O əmri ki, Mövladan sadir olur, həmin feylə əmr hesab olunur, yoxsa yox? Vəl izahil hal nəzkuru misalən. Bu halı izah etmək üçün bir misalı da vurur. Baxın, mən izahda demişdim, əgər Molla bir dəfə birbaşa mənə əmr edir ki, filan işi elə, Molladır, mən də əbdəm, imtisal eləmək vacibdir. Bəhsimiz burada deyil. Bu vaxta qədər bəhs elədiyimiz elə buraydı ki, vücuba dəlalət edir. Bir dəfə də Molla mənə əmr edir ki, sən filan kəsə əmr elə ki, filan işi görsün. Birbaşa Molla əmr eləmədi. Bəlkə Molla mənə əmr elədi ki, mən əmr edəm. Aya, Mövlanın mənə əmr etməlidir ki, səni əmr elə. Həqiqətdə bunu deyə bilərik ki, elə bu da Mövlanın əmridir. Əgər yadınızda olsun, mən buradan da izah eləmişdim. Əgər mən burada vasitə rolunu oynayıramsa, elə həqiqətdə Mövlanın əmrini başqasına çatdırıramsa, burada da bəhsimiz yoxdur. Burada bəhsimiz o yerdədir ki, Mövla mənə əmr edir. Mən burada vasitə hesab olunmuram. Bəlkə Molla mənə əmr edir ki, sən əmr elə. Mənim əmrimin həqiqətdə nəyi vardı? Burada dəxaləti vardı. Misal ünvanında oxuyuruq. İnnə şariyə əmərəl əvliyəə liyəmuru sibyanəhum bis-səlah. Şari əmr edir övliyaları, yəni atalara, analara əmr edir ki, öz uşaqlarına namaz qılmağı əmr etsinlər. 7 yaşında. Burada diqqət elə. Burada şari əmr edir övliyaya, siz əmr edin. Nəinki deyir ki, mən övladlardan, uşaqlardan istəyirəm ki, 7 yaşında namaz qılsınlar. Xeyr. Şari övliyaya, ata-anaya əmr edir ki, öz övladlarına namazı əmr etsinlər. Ruviyyə bisənədin sahihin ən Əbi Əbdillah aleyhissalam ən Əbihi aleyhissalam qalə. İmam Sadiq aleyhissalam öz atası İmam Baqir aleyhissalamdan nəql edir ki, İmam Baqir aleyhissalam buyurdu. İnna nə'muru sibyanənə bis-səlati izə kanu bəni 5 sinin. Biz öz uşaqlarımızı namaza əmr edirik, onlar 5 yaşı olanda. Fəmuru sibyanakum bis-salat izə kanu bəni 7. Amma siz öz övladlarınızı 7 yaşında namaza əmr edin. Diqqət edin, fəfi hazəl hədis əmərəl imam. Bu hədisdə imam əmr edib övliyalara, yəni atalara, analara əmr edib nəyə? Bi əmri sibyanihim bis-salat. Öz uşaqlarına əmr etsinlər. Yəni birbaşa burada əmr Mövla tərəfindən uşaqların özünə deyil ki, ey uşaqlar 7 yaşında namaz qılın. Bəlkə atalara, analara, valideynlərə əmr olunur ki, onlar əmr etsin. فإن izin yəqul kəlam, bu surətdə kəlam vaqe olur ki, ənə əmrəl imam yətəhəddəd bil əmri bil əvliya. Burada imamın əmri elə övliyalara aiddir. Yəni övliyaların boyuna bir vəzifədir ki, vacibdir ki, öz uşaqlarını 7 yaşında namaza əmr etsinlər. Elə budur. Əv yətəcavəz ənhu iləl əmri bis-səlati izən. Elə buradan namazın özünə də əmr olunmaq ələ gəlir. Bəs bundan ibarətdir. Buyurur ki, fələv qulna bi ennəl əmrə bil əmri bir şey, əmrün bi nəfsi zalikə şey eyzən. Əgər desək ki, bir şeyə əmr eləməyə əmr etmək, özü həmin şeyə əmr etmək hesab olunursa yenə təqa o səlatu səbiyyi,
mütəəlliqən bi əmri subhanə. Həqiqətdə buradan uşağın namaz qılmağı Allahın əmrinə mütəəlliq olacaq. Yəni həqiqətdə vücubdur. Əlbəttə dəlil xassımız vardır ki, uşaqlara vacib deyil 7 yaşında, 9 yaşından sonra qızlara vacib olur, 15 yaşından sonra oğlanlara vacib olur. Əlbəttə bu yaş bir əlamətdir. Lakin bu fərzdir. Yəni əgər biz desək ki, Mövlanın atalara əmr etməyi həqiqətdə uşaqlara namaz qılmağa əmr etmək hesab olunur. Bəzən də deyirlər ki, xeyr, burada atalara əmr olunub ki, uşaqlarına namaz qılmağı 7 yaşında əmr eləsin ki, onlar təmrin eləsinlər, namaz qılmağı öyrənsinlər. Və ləv qulna bi ənəhu əmrun bil əmr fəqət la bil fiil. Əgər desə ki, xeyr, bu yalnız övliyalara, atalara, valideynlərə əmr etməyə əmr edir Mövla. La bil fiil, nəinki uşaqların namaz qılmasına. Bu surətdə fəla təkunu səlatuhu mütəəlliqən bi əmrihi. Bu surətdə uşağın namazı Mövlanın əmrinə mütəəlliq olmayacaq. Fəmuhəssəlül kəlam. Xülasə-i kəlam budur ki, ənəhu la şəkkə ənəs-sibyana mə'muruna bi iqamətis salat. Burada şək yoxdur ki, uşaqlar namaz qılmağa əmr olunublar 7 yaşında. İnnəməl kəlam fi ənəhum mə'muruna min canibil avliya fəqət. Bəhs buradadır ki, burada uşaqların namaz qılmağı, uşaqlar məmurdur yalnız övliyalar tərəfindən. Əvhum mə'murun min canibi şari'izən. Xeyr, burada şarinin tərəfindən də məmurdurlar. Əgər desək ki, Mövlanın valideynlərə əmr etməsi həqiqətdə elə uşaqların namaz qılmağına əmr etməsidir. Və bu surətdə gərək uşaqlar namaz qılsınlar. Yəni şarinin əmri mütəlləq olur feilə. Amma əgər desək ki, və bunun səmərəsi də vaxtı işarə edəcək. Amma əgər desək ki, xeyr, Mövlanın əmri yalnız övliyalara aiddir. Övliyalara, valideynlərə əmr olunur ki, onlar nə eləsinlər? Övladlarının namazı əmr eləsinlər. Səmərəsi nədir? Budur ki, təzhərüs səmərə fi məcalin. 2 yerdə bunun səmərəsi zahir olacaq. Əl-əvvəl şər'iyyət ibadəti sibyan. Əgər desək ki, Mövlanın valideynlərə əmr etməsinə əmr etmək həqiqətdə həmin feilə əmr etmək hesab olunur. Bu surətdə uşaqların ibadəti şər'i olacaq. Fələv qanəl əmrü bil əmrə əmrən bizalikəl feil. Əgər əmrə əmr etməklə, yəni valideynlərin əmr etməyinə ki, şari əmr edir, bu əmr etməklə həmin feilə əmr hesab olunarsa, təkunu ibadətus sibyan şər'iyyətən. Uşaqların ibadətləri şər'i olacaq və illa təkunu təmriniyyətən. Amma əgər əmr övliyalara aiddir, o feilə əmr hesab olunmursa, bu surətdə təmrin olacaq. Əs-sani fi sihhatil bey və lüzumihi fīmə izə əmərəl valid vələdəhul əkbər bi ən yəmrə vələdəhul əsqər bi beyi mətaihi. İkinci də o yerdədir ki, bey səhih olacaq və bey lazım olacaq. O yerdə ki, valideyn ata əmr eləyə böyük övladına ki, böyük övlad əmr etsin kiçik övlada nəyi? O mətanı hər hansı bir malın satmaqlığına. Bu surətdə əgər fənəsiyəl vasitətu iblağı əmril valid. Böyük oğlan ki vasitə idi, atanın əmrini iblağ eləməyi yaddan çıxartdı. Vəttələ'əl əsxaru min tariqin axar ələ əmril valid. Başqa bir yoldan uşaq, yəni kiçik yaşda olan uşaq xəbərdar oldu bu atasının əmrindən. Fəba'əl məbiyə. Bu da getdi həmin cinsi, həmin malı satdı. Diqqət edin, burada ata əmr eləmişdi böyük oğula ki, böyük oğul əmr etsin, kiçik oğula o cinsi hər hansı o malı satmaqlığa. Burada əgər desək ki, atanın əmr etməyi həqiqətdə birbaşa uşağa təəlluq tapır ki, o malı satsın, vasitə arada olmasa da, bu surətdə uşağın beyi səhih olacaq. Nə üçün? Çünki atanın əmr etməyi həqiqətdə bir növ icazədir. Amma əgər desək ki, xeyr, burada atanın əmr etməsi birbaşa təəlluq tapır böyük oğlun əmr etməsinə. Böyük oğul da əmr etməyib. Burada artıq bey olacaq Füzuli, atanın icazəsinə ehtiyac olacaq. Buyur ki, fəin qulna bi ennəl əmrə bil əmri bi feilin, əmrün bi nəfsi zalikəl feil. Əgər desək ki, feilə əmrə əmr etməklik həqiqətdə bu feilə əmr etmək hesab olunur yenə. Yəkunu beyuhu səhihən və lazımən. Bu surətdə bey həm səhihdə həm lazımdır. Niyə? Çünki hədəf bu idi ki, yəni bu atanın əmr etməyi birbaşa təəlluq tapmışdı həmin feilə. Amma və in qulna bi xilafihi. Amma əgər xeyr belə deyir.
Əl-əmru bil-əmri bi fiilin leysəl-əmru bi nəfsi zalikəl fiil. Bu surətdə yakunu bey'uhu füzuliyyən, bey füzuli olacaq, qeyrə lazım olmayacaq. Bura qədər bəhs. Ağa Subhani, sizin nəzərindədir, ağa buyurur ki, əz-zahirən əmrə bil-əmri bil-fiil, əmrün bizalikə izən. Buyurur ki, həqiqətdə əmrə əmr etməklik, həqiqətdə o fiilin özünə əmr etmək hesab olunur. Niyə? Ləənnəl mütəbadir fi hazil məvarid, belə yerlərdə zehinə girən təəlluqu qərəzil Mevla bi nəfsil fiil. Mevlanın hədəfi bu deyil ki, ata və valideyn əmr etsin. Bəlkə valideynin əmr etməyi bir vasitədir ki, o fiili icra eləsinlər. Və kana əmrül məmurul əvvəl tariqən lil-vüsul. Həqiqətdə məmur əvvəlin əmr etməyi bir təriqdir lil-vüsul ilə nəfsil fiil. Min duni dəxalətin li əmrihi fi husulil xərəz. Elhamdülillah, bu bəhsdə tamam oldu. Nəhayət 9-cu fəsil, birinci məqsəddə və əvamir bəhsində əl-əmru bir-şey bə'dəl-əmri bihi. Bu bəhsdə nədən ibarətdir? Baxın, bəzən Mevla bir şeyə əmr edir. Əbd də, bəndə də, qul da onu əmələ getirməmişdən qabaq, onu imtisal etməmişdən qabaq, ikinci əmr Mevladan sadir olur. Məsələn, əvvəl əmr eləyib ki, səlli, namaz qıl. Hələ əbd namaz qılmamışdan qabaq, ikinci bir əmr gəlir ki, səlli. İndi burada bəhs bundan ibarətdir ki, əgər ikinci səlli gəlməsəydi, burada bir imtisal vacib idi. Bir imtisal elədi, ürfdə də deyəcəklər ki, bəli, bu Mevlanın əmrinə itaət elədi. Amma əgər hələ imtisal etməyib, ikinci bir əmr gəldi, salli. Aya burada həqiqətdə ikinci əmr birinci əmri təkid edir. Mənası budur ki, mən ki sənə əmr etmişdim, onu tez qıl, məsələn. Onu təkid eləmək üçündür. Ya xeyr, bu ikinci əmr başqa bir dənə imtisal istəyir. Buna deyirlər təsisi. Baxın, mən biraz izah etmək üçün bir məsələyə də işarə edim. Bir dəfə Mevla əmr elədi, mən də imtisal elədim, sonra yenidən əmr elədi, Bu surətdə məlum məsələdir. Birinci əmrə imtisal etdikdən sonra, birinci əmrə itaət etdikdən sonra ikinci əmr gələrsə, mənası budur ki, ikinci itaət istəyir məndən. Burada bəhsimiz yoxdur. Bəhsimiz buradadır ki, mənə əmr eləmişdi ki, namaz qıl. Hələ mən namaz qılmamışam, istəyirdim qılam, ikinci bir əmr gəldi. İkinci əmr həmin mövzuya nisbətdə, namaza nisbətdə. Aya burada ikinci əmrin gəlməyin vasitəsilə ikinci imtisal lazımdır. Belə ki, mən bir dənə namaz qılmalıyam, birinci əmri imtisal eləmək üçün, bir dənə namazda qılmalıyam, ikinci əmri imtisal eləmək üçün. Ya xeyr, mən əgər namaz qılmamışamsa, ikinci dəfə əmr eləyirsə, bu həqiqətdə birinci əmri təkid etmək üçündür. Ürfdə də bir misal vuraq. Məsələn, ata övladına deyir ki, ci'ni bilma, mənə su gətir. Hələ övlad başı qarışmış, su gətirməyib hələ. İstəyirdi gətirsin, yenidən məsələn, ata deyir ki, ci'ni bilma, mənə su gətir. Aya bu dəlalət edir ki, iki dənə ayrı-ayrı su gətirsin. Çünki iki dənə əmr gəlib axı. Ya xeyr, ikinci əmr elə birinci əmri təkid etmək üçündür. Buradan ünvanı bəhsi budur ki, ikinci əmr, yəni birinci əmrə imtisal etməmişdən qabaq ikinci əmr gələrsə, bu ikinci əmr təsisə dəlalət edir, ya təkidə dəlalət edir. Əgər təkid olsa, elə bir dənə imtisal kifayət edir. Əgər təsis olarsa, xeyr təsis, yeni bir imtisal istəyir, yeni bir hökm üçün əmr gəlmişdir. Buyurur ki, Ağa Subhanı buyurur ki, bu məsələnin neçə surəti var. Birinci surəti budur ki, İkinci əmrin mütəəlləqi başqa bir şeydir ki, dəlalət edir təəddüdə. Yəni, ikinci əmr mütəəlləq olub elə bir şeyə ki, o təəddüdə dəlalət edir. Məsələn, əvvəl demişdi, səlli, namaz qıl. Sonra gəldi, dedi ki, səlli səlatan uxra, başqa bir dənə namaz qıl. Səlatan uxra, bu dəlalət edir ki, iki dənə imtisal eləməlisən. Burada bəhsimiz yoxdur. Məsələn, demişdi, ata demişdi, ci'ni bilma, su gətir. Sonra ikinci dəfə ki, ci'ni bimain uxra, başqa bir dənə də su gətir. Yəni, burada artıq kəlimənin özündə, dəlilin özündə bir qərinə var ki, təəddüdə dəlalət edir.
Burada bəhsimiz yoxdur. Və yaxud hər iki əmrin özünə məxsus səbəbi olsun. Məsələn, bir dəfə deyib ki, İzə numta fətəvəzdə, vaxtı ki, sən yatdın dəstəmaza. Bir dəfə deyib ki, və İzə məsəstə məyyitən fətəvəzdə, əgər məyyitə məs elədin, dəstəmaza. Düzdür, hər ikisində əmr eləyir dəstəmaz almağa. Hələ mən də birinci dəstəmazın əmrinə itaət eləməmişəm. İtaət etməmişəm, ikinci bir əmr gəldi. Lakin hərəsinin özünə məxsus nəyi vardır? Səbəbi var. Birində deyir ki, yatan vaxtında dəstəmaz al. Birində deyir ki, meyyitə məs eləyəndə dəstəmaz al. Bəs məlum olur ki, burada da iki dənə dəstəmaz almalıyım. Çünki səbəblər müxtəlifdir. Burada da bizim bəhsimiz yoxdur. Amma üçüncü ilə dördüncüyə diqqət edin. Üçüncüdə iki dənə hökmdən biri üçün səbəb zikr olunur, o birisi üçün zikr olunmur. Məsələn, bir dəfə deyib ki, tavazza, dəstəmaz al. Sonra gəlib deyib ki, İza numta fətəvəzzə. Əgər sən yatdın, dəstəmaz al. Burada bəhsdir ki, aya, burada həqiqətdə iki dənə məndən dəstəmaz istəyib, ya ikinci əmr birinci əmri təkid etmək üçündür. Bu üçüncü surətdir ki, burada bəhs vardır ki, aya burada təkidə dəlalət edir və yaxud da təsisə dəlalət edir. Və yaxud da ümumiyyətlə hər iki əmr səbəbsiz gəlib. Əvvəl deyib salli, sonra bir müddət keçəndən sonra yenə deyib salli. Birinci surətdə, ikinci surətdə oradakı təəddüdə dəlalət edəcək. Təkid deyil, təsisdir. Çünki deyib ki, namaz qıl, sonra ardıcın deyib ki, başqa bir namazı yenə də qıl. Məlumdur, ikiliyə dəlalət edir. Və yaxud birində deyib ki, dəstəmaz al yatan vaxtında, başqa bir dəfə deyib ki, məssi meyyit elədin, dəstəmaz al. Burada da məlumdur ki, səbəblər ayrı-ayrı olduğu üçün imtisallar da müxtəlif olacaq. Amma üçüncü ilə dördüncü ixtilaf vardır. Çünki birində səbəb var, o birisində səbəb yoxdur. Burada əzbab-ı mütləq o müqəyyətdir. Bəziləri deyirlər ki, həqiqətdə burada ikinci dəlil birinci dəlili nə eləmək üçündür? Təkid eləmək üçündür. Burada həml eləyirlər mütləqi müqəyyədə. Və yaxud da heç birində səbəb zikr olunmayıb. Belə birbaşa deyib salli, sonra bir müddətdən sonra yenə deyib ki, salli. Əlbəttə, burada əlavə bəhslər də vardır. İnşallah məfahim bəhsində gələcək ki, aya, məsələn, iki dənə ki, əmr eləmişdi, dəstəmaz al, yatan vaxtında dəstəmaz al, məsələn, əgər meyyitə məss eləyibsən, burada iki dənə dəstəmazı niyyət eləyib, bir dənə dəstəmaz almaq olar, yoxsa yox. Burada bəhsi var, tədaxülül müsəbbəbat bəhsi var, tədaxülül əsbab bəhsi var. İnşallah məfahim bəhsində geniş bəhs olunacaq. Hal-hazırda bəhsimiz bundan ibarətdir ki, əgər bir şeyə əmr olunubsa, o əmr imtisal olunmamışdan qabaq ikinci dəfə həmin şeyə əmr olunarsa, aya burada iki dəfə imtisal olunmalıdır, yoxsa bir dəfə kifayətdir. Dedi ki, 4 surəti vardır. 2 surətində təəddüdə dəlalət edir, amma o birisi 2 surətində ehtimal vardır ki, təkid üçün olsun. Oxuyaq buranda, inşallah bu bəhsi tamamlayaq. Buyurur ki, Əl-fəslü tasi, 9-cu fəsil, əl-əmrü bir şey, bə'dəl əmri bihi. Bir şeyə əmr etdikdən sonra yenə ona əmr olunsun. Buyurur ki, İzə əmərəl mevla bir şeyin, sümmə əmərə bihi qəblə imtisalil əmril əvvəl. Əgər mevla bir şeyə əmr edərsə, sonra əmri əvvəl, birinci əmr imtisal olunmamışdan qabaq yenə ona əmr eləyər. Fəhəl huvə zahirun fit təkid, əv zahirun fit təsis. Aya bu əmr, ikinci əmri, zühuru vardı təkiddə, yəni birinci əmri təkid eləmək üçün gəlib. Əv zahirun fit təsis. Ya xeyr, həqiqətdə bu təsisdir. Yeni bir hökmü, yeni bir imtisalı təsis eləmək üçün gəlmişdir. Buyurur ki, lil məsələti suverun. Bu məsələnin neçədən surəti varsa, 4 surətinə işarə edir. Əlif, İza quyyidə mütəəlləqul əmr-i bir şeyin yədullu ələt təəddüd vəl-kəsrə. Bir dəfə bu formadadır ki, ikinci əmr-i mütəəlləqi müqəyyəd olub elə bir şeyə ki, həmin o şey dəlalət edir təəddüdə, kəsrədə. Kəma İza qalə salli, sümmə qalə salli səlatan uxra. Əvvəl deyib namaz qıl, sonra deyib ki, başqa bir dənə yenə namaz qıl. Bu başqa bir dənə yenə də namaz qıl, dəlalət edir ki, təəddüd vardır. İza zukra li kulli hukmin səbəbin xassun. Hər hökmin səbəbi xası zikr olunur.
Kəma izə qala izə numta fətəvəzzə, əgər yatdın dəstəmaz al və izə məsəstə məyyitən fətəvəzzə. Əgər meyyitə məss elədin dəstəmaz al. Burada hər ikisi dəstəmaza əmrdir. Amma bir səbəbləri ayrıdır. Biri yatmaqlıq üçün bir dəstəmaz, məsl meyyitin başqa bir dəstəmaz. Burada da təəddüdə dəlalət edir. Üçüncü, ən yüzqərə səbəb əs-səbəb li vahidin minəl hükmeyn dunəl axər. İki hökmdən biri üçün səbəb zikr olunur, o birisi üçün zikr olunmur. Kəma izə qalə təvəzzə, sümmə qalə izə bulda fətəvəzzə. Əvvəl deyib ki, dəstəmaz al, sonra deyib ki, bol etdikdə, idrar etdikdə dəstəmaz al. Burada demək olar ki, təsis üçün deyil, bəlkə təkid üçündür. Əvvəl mütləq gəlmişdi, sonra qeydin gətirdi. Demək istəyir ki, yox, mən ki mütləq demişdim dəstəmaz al, hər mütləq deyil, bəlkə bol etdikdə dəstəmaz al. Burada ehtimal vardır ki, təkid üçün olsun. Ən yəkunəl hükm xaliyən ən zikri səbəbi fi kiləl əmrin. Nəhayət, dördüncü surəti budur ki, hökmdə heç bir əmrin səbəbi zikr olunmuyor. Bu ki, la işqalə fi ennəl əmrə fi surətil uğra littəhsis, la littəkid. İşqal yoxdur ki, birinci surətdə əmr təsis üçündür, təkid üçün deyil. Niyə? Liənnəl əmrə sani sərihun fit təəddüd. İkinci əmrin sərahəti var təəddüddə. Vaxtı ki, deyib səlli, sonra deyib səlli, səlatən uxra, yəni ikinci bir namaz istəyirəm səndən. Biz bu surəti qoyduq kənara. Və əmməs surətü saniyə, amma ikinci surət ki, hərəsinin özünə məxsus səbəbi vardır. Bu ki, fəhiyyəkə surətül uğla. Bu da elə birinci surət kimidir. Zahirətin fi təsisi icabin və ra icabin axər. Yəni, bir vacibin kənarında başqa bir vacibi də bizə yetirir. Çünki səbəblər müxtəlifdir. Nəəm, yəqəul kəlam fi imkanət tədaxül. Bəli, burada bir kəlam vardır. İnşallah məfahim bəhsində oxuyacaq ki, tədaxül mümkündür, yoxsa yox. Necə? Tədaxülün mənası nədir? Bi ən yəmtəsilə kiləl vücubeynil mütəəddideyn bi vüzuin vahidin və ədəmihi. Belə ki, iki dənə vücub ki, mütəəddiddirlər, bunları imtisal edir bir dənə dəstəmazın vasitəsilə. Bu mümkündür və ədəmi, ya mümkün deyil. Bəhs vardır, inşallah sonradan bəhs olacaq. Buyurur ki, bunun mümkün olub olmamaqlığı bağlıdır müsəbbəbatın tədaxül edib etməməyinə. Fəhuvə, bu imkanı tədaxül məbnidir əla tədaxülil müsəbbəbat və ədəmihi ində təəddüdül əsbab. Bu ki, fəaləl əvvəli, əgər biz qəbul eləsək ki, müsəbbəbat tədaxül edir, yəkvə vüzuun vahidin. Yəni, səbəblər müxtəlif olsa da, müsəbbəb bir dənə dəstəmaz alsın kifayətdir. Amma əgər xeyir desək ki, səbəblər müxtəlifdir, təəddüdü əsbab, təəddüdü müsəbbəbat da istəyir. Burada səbəblər müxtəlif olanda imtisallar da müxtəlif olacaq. Bu ki, və la yəkvələssani. Və səhiyyətil kəlam fi babil məfahim qısa surətdə işarə elədi. İnşallah məfahim babında bu tədaxülü müsəbbəbat, tədaxülü əsbab bəhsi geniş surətdə gələcək. Pəs birinci və ikinci surətdə bəhsimiz yoxdur. Orada 100% nə üçündür? Təsisdir. Yeni bir dənə imtisal istəyir. Fəyəxtəssu məhəllül bəhs bis surəteynil əxirəteyn. İki dənə axırıncı surətdə bizim bəhsimiz vardır. Əlbəttə, Ağay Subhani mənim nəzərim bu ki, və ləəlləl qovlə bil icmal və ədəmi zuhurlu kələm fi vahidin minət təkidi və təsis oğladır. Mənim nəzərim budur ki, icmaldır. Bu surətdə kəlam nə təkiddə, nə təsisdə zuhuru yoxdur. Ləəlləl qovlə bil icmal və ədəmi zuhurlu kələm fi vahidin minət təkidi və təsisi əvla. Bu oğla xəbər ləəllədir. Pəs üçüncü və dördüncü surətdə nə təkidə dəlalət eləmir, nə təsisə dəlalət eləmir. Mücməldir kəlam. Biz o dəlilə istinad edərək deyə bilmərik ki, gərək ikinci bir imtisal eləyəsən. Nə üçün? Bu ki, ləənnəl heyətin tədullanı ələ təəddüdül bəs. Çünki heyət iki dənə əmr olduğuna görə bəsin mütəəddid olmağını dəlalət edir. Bəsin mütəəddid olmağı və huvə əəmmu minət təkidi və təsis. Bu da təəddüdü bəs də ümumiyyəti var. Həm təkidə ola bilər, həm təsis də ola bilər. Əlbəttə, bəzilər deyiblər təsis övladı, əsl budur ki, əmrdə təsis olsun. Buyurur ki, bunun üçün zuhuru ürfü zahir olmaz və bunu dəlil kimi biz qəbul edə bilmərik. Və ma yuqalu minənnət təsisə ovla minət təkid. O ki, deyilib təsis ovladı təkiddən la yüsbətu əz-zuhurul ürfi. Onun vasitələ zuhur ürfi sabit olmaz. Təmməl kəlam fil məqsədil əvvəl vəlhamdülillah. Birinci məqsəd tamam oldu. Əlhamdülillah, inşallah gələn bəhsdə ikinci məqsəd ki, nəvahidədir, nəvahi bəhsini oxuyacaq.
Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.